Salam dostlar, necəsiz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Deməli, çoxsaylı istəkləri nəzərə alaraq, sabah da bilirsiniz ki, 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək və ona görə ingilis dilindən ümumi sınaqlar paylaşıram. Ümid edirəm ki, hər biriniz üçün bu sınaqların faydası çox böyük olar. Hər biriniz yararlana bilərsiniz, qeydlərinizi götürə bilərsiniz və imtahanda da inşallah nə qədər əziyyət çəkmisinizsə, onun qarşılığını %100 alarsınız. Aha. Deməli, bu gün işləyəcəyimiz sınaq da 2025-ci ilin yeni model sınaqlarından biri olan, hətta deməli, ümumi sınaqlardan biri olan güvənin sınağını işləyəcəyik. Deməli, gəlin qrammatika suallarının izahı ilə tanış olaq. 6-cı sualda bizə belə deyir ki, deməli, 6-cı sualın izahında bizə düzgün əvəzliyi tapmağımızı soruşur. Gördüyünüz kimi ismimiz cəm, xəbərimiz də cəmdir. Bunu qeyd götürün. İsim cəmdirsə, xəbər cəm olmalıdır. Daha sonra ikinci tərəfdə what var və nöqtədən sonra da ofumuz var. Ol, cəmsim, cəm xəbər. Ol, cəmsim, cəm xəbər. Boz, cəmsim, cəm xəbər. Boz da cəmsim, cəm xəbər. Ancaq bunun ümumiyyətlə isim tələb etmir. Daha sonra ikinci tərəfdə of istəyənlər. Post demədikmə cəmsim, cəm xəbər alır. Bəs bunun cəm, belə deyim, xəbəri hanı? Getdi. Bunu saxlayırıq. Non of almır. Olda da gərək xəbər cəm olsun. İsim cəmdirsə xəbər cəm olsun. Bu da getdi. Neysə, tamamilə doğrudur. Daha sonra 7-ci sualın izahı ilə tanış olaq. 7-ci sual tag question bölməsidir. Mən sizə demişdim ki, əvvəlki videolarımda əgər qeyd götürün, have to, has to və yaxud da have təkcə, has təkcə, yəni elə olduğu formatda to-suz gələrsə, onların sualı, inkarı köməkçi feillərlə, yəni do, did və does-la düzəlir. Belə ki, had və ya had to olarsa did-lə, has və ya has to olarsa does-la, have və ya have to-la olarsa da do ilə işlənəcək köməkçi feil olaraq. Əgər digər bir nüansa baxaq. Has participle to və ya has got, have participle to və ya have got, had participle to və yaxud da had got gələrsə, bu zaman tam əks proses olacaq. Sualı, inkarı özü ilə düzələcək. Nə zaman? Yanında dostu olduğu zaman. Bu has to-da to-nu dost saymayın. O bir feil kimi iştirak etmir. Sadəcə onun bir köməkçisi kimidir. Dost başqa şeydir, köməkçi başqa şeydir. Yəni bu pilləni bir tərəzidə belə ölçə bilərsiniz. Daha sonra gəlin suallarımızın izahına, variantlarımızı eləməyə başlayaq. Has to-dursa, məgər mən bunun sual inkarını didlə verə bilərəmmi? Xeyr, does-la olmalıydı. Daha sonra do olar, çünki ay xəbərinə görə. Have olarmı? Xeyr. Have olarmı? Xeyr. Do olar, olar. Çünki aya görə müəyyənləşdiririk. Yəni bir nüansda bunu deyim ki, əgər cümlədə has varsa, bəs deyirsiniz variantda niyə does verməyib? Canınız sağ olsun. Ona görə verməyib ki, burada ay var. Xəbərə görə uzlaşdırıb. Mübtədaya görə xəbər uzlaşdırıb. Yəni bu nüansı da göz ardı etməyin, zəhmət olmaz. Yəni imtahanda bir sualınızı bilə-bilə itirə bilərsiniz. Daha sonra gəlin indi bu variantların fərqinə baxaq. Cümləmizdə hər hansı bir inkar görürsünüzmü? Xeyr, mən görmürəm. Yəqin ki, siz də görmürsünüz. Ona görə Y variantını atırıq. Çünki eyzə, don't, eyzə inkar cümlələrdə işlənir. Eyzədir, neyzədir. Ona görə cavabımız olacaq B, yəni təsdiq olan. Keçək 8-ci sualın izahına. When qardaşlardandır. Qardaşlar nə istəyir? Xəbər istəmirlər. Xəbər deyəndə, yəni gələcək zaman istəmirlər. Plus da indiki bitmiş zamanlar istəmirlər. Ümumiyyətlə bitmiş zamanlar. Keçmiş keçmişlə uzlaşırmı? Uzlaşır. Hələ ki saxlayaq.
İndiki keçmişlə uzlaşırmı? Xeyr. Əsla uzlaşa bilməz. Məgər keçmiş indiki ilə uzlaşırmı? Xeyr. Bəs deyə bilərsinizmi, bu uzlaşmalar nə zaman pozula bilər? Bəzilərinizin dediyini eşidirəm. Bəli, düz deyirsiniz. O zaman ki, cümlədə açarlar olsun, o zaman pozula bilər. Daha sonra D variantına baxaq. İndiki keçmişlə uzlaşarmı? Uzlaşmaz. Bəs keçmiş indiki ilə? Xeyr. Ona görə düzgün cavabımız olacaq A variantı. Bu izah etdiyim suallardan hər hansı bir sualınız, probleminiz olarsa, şərhlərdə qeyd etməyi unutmayın. Yəni 9-cu sualın izahı ilə tanış olaq. Deməli, bizdən passiv voice, yəni məchul növü seçməyimizi soruşur. Biz bilməliyik ki, məchul növdə birbaşa olaraq mübtəda cümlədən atılmalıdır. Gəlin variantlarda mübtədanı ataq. B variantını mübtədanı elədik. Digərləri doğrudurmu? Xeyr. Baxın, burada yenə Z-tikə var. Bu variantı da atdıq. Qaldıq 3 variant arasında. Gəlin digər etapa keçək. Digər etap bundan ibarətdir ki, cümlə tamamlıqla başlamalıdır. Tamamlıqla başlayıbmı? Bəli. Tamamlıqdırmı? Bəli. Yenə tamamlıqdır? Bəli. Gəlin 3-cü etap olaraq xəbərimizə baxaq. Xəbərimiz nədir? Always. Always nədir? Always to be-nin formasıdır, yəni indiki zaman. İndiki zaman am, is, are-dan biri ola bilər. Bu doğrudur. Bu onsuz da atmışıq. C variantında were məgər indiki zamanın feilidir? Xeyr. Bunu onsuz da atmışıq. Y variantında da always. Bəs mənə deyə bilərsiniz, bu niyə görə olmaz? Ona görə olmaz ki, bəs bunun xəbəri hanı? Aha, to be-nin formalarının bunun xəbəri hanı? Am, is, are-dan biri olmalıydı. Y variantda getdi. Cavabımız oldu A variantı. 10-cu sualın izahı ilə tanış olaq. 10-cu sualda modal verblərdir bizə təqdim olunub və ya adını verməyə də bilərsiniz. Bu feillərdən tapa bilərsiniz ki, bu məhz modal verbdir. Sizə bu sualda bir biclik öyrədəcəm. Əgər görürsünüz ki, tərcüməni bilmirsiniz, əgər görürsünüz ki, heç bir söz sizə tanış deyil, əgər görürsünüz ki, çıxılmaz vəziyyətdəsiniz, həmin vaxt mənim bu bicliyim sizin ağlınıza gəlsin. Görürsünüzmü? İnkar, 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 təsdiq və burada da inkar. Neçə dənə təsdiq oldu? 1, 2, 3, 4 dənə. Bağışlayın. Neçə dənə inkar oldu? 4 dənə. 4 dənə inkar. Burada bir dənə təsdiq varmı? Yəni sənin cavabın o təsdiq olacaq. Neçə dənə inkar varsa, mütləq bir dənə orada təsdiq olmalıdır. Neçə dənə təsdiq varsa, mütləq orada bir dənə inkarlıq olmalıdır. İfsə. Bu sualımızın izahı da belə getdi. Yəni bu bicliyi yadınızdan çıxarmayın. İmtahanlarda 100% işə yarayır. Ancaq yəni tərcüməni bilirsinizsə, özünüzdən də əmin olmaq istəyirsinizsə, mütləq həmin tapdığınız cavabı tərcümə edərək yoxlayın, görün düzdür. Gəlin 11-ci sualın izahı ilə tanış olaq. 11-ci sualda yenə takovation-dır. Gördüyünüz kimi bir dənə sınavın içərisində 2 dənə takovation sualı ilə tanış olduq. Deməli, burada da am, is, are-dan biri varmı? Bəli. Deməli, biz cümlədə də am, is, are-dan birini götürməliyik. Did getdi, were getdi, have getdi. Cavabımız olur C variantı. Bəzi uşaqlar, mən görmüşəm ki, bəziləri burada olan excited sözünü götürürlər. Deyirlər ki, müəllim, bəs burada ed var axı. Mən niyə keçmiş götürməməliyim? Götürürlər cümlə təsdiqdə, hə, A variantı. Variantları da gedir, səhv çıxır. Ona görə səhv çıxır ki, excited nədir? Excited sifətdir. Onun xəbərlə əlaqəsi yoxdur, dostlar. Burada ara baxın. Birbaşa xəbəriniz var orada sizin gül kimi. Niyə gedib özünüzü əncəmə salırsınız? Mən başa düşmürəm. Burada ed var deyə siz keçmiş götürməyin. Buna aldanmayın. Bunu qəsdən, sual tərtibi ilə bunu qəsdən qoyub ki, uşaqlar çaşsın. Xeyr, siz də niyə siz çaşmayasınız? Valınızı da alacaqsınız, yüksək bal toplayacaqsınız, oturasınız qəşəng. Excited sifətdir. Sifətdirsə buna baxmamalısınız. Yaxşımı? Cavabımız olur C variantı. Keçək 12-ci sualımıza. 12-ci sualda preposition'dır. Preposition'da burada D olduğuna görə cavabımız olacaq C variantı. Bu əzbərçilikdir.
Sizə tövsiyə edirəm ki, imtahana bir gün qalıb, hətta deyə bilərəm ki, saatlar qalıb. Ona görə də sizə tövsiyəm budur ki, gedin sözünü, bağlayıcını yüksək səviyyədə təkrar edin. Fikirləşməyin ki, imtahana bir gün qalıb. Hamı deyir ki, imtahana bir gün qalıbsa, get dincələ, nə edirsən oxuyub, oxuduğunu oxumusan. Düzdür, oxuduğunu oxumusan, ona haqq verirəm. Ancaq inanın ki, o imtahana qədər, o bir gün qalıb ha, imtahana qədər o təkrar elədiyin məlumat, inan sənin ağlında elə gözəl qalır. Elə gözəl qalır ki, o bir il içərisində oxuduğun məlumatdan daha gözəl sən onu qavrayacaqsan. Bu bir həqiqətdir. Məncə də belə olub, inanırsınız. Yəni imtahanın son dəqiqəsinə kimi oxumaq lazımdır. Son dəqiqəsinə kimi. Çünki unutduğun bir dənə məlumat olacaq və camaat deyəcəksə get istirahət elə. Sən nə edirsən? İmtahana bir gün qalıb. Get beynini dincəlt. Sən də nə edirsən? İndiki uşaqların beyin dincəltmə metodundan danışır bizə. Gedirlər telefonu alırlar əllərini, iqra oynayırlar. Sonra deyirlər ki, hə beynim dincəlir. Xeyr, o beyin dincəltmək deyil. O əksinə beyni yormaqdır. Gözünü şüa qəbul etməsidir. Elə dincəlmək olmaz. Dincəlmək istəyirsinizsə, əlinizə bir dənə çay alın, özünüzə çay süzün və yaxud da kofe dəmləyin. Gedin qəşəng yaşıllıqda oturun, quşların səsini, təbiətin səsini dinləyin. Bax buna deyirəm istirahət. Belə istirahət olar. Amma götürüb telefonla iqra oynamaq var. Yox, bunları unudun. Bu sizin əksinə beyninizi yorur. Yəni sualı görəndə onu qavramağınızı çətinləşdirir. Digər bir tövsiyəm də tez bir zamanda yat. Axşam düşdü, saat 9 və ya 10. Gedin yatın. Qoyun beyniniz dincəlsin. Tamamilə elə bil ki 9 saat yatın da tam limiti doldurun. Səhər də tez oyanın, var gücünüzlə. Qəşəng çay dəmləyin, için, qara şokolad yeyin, banan yeyin və imtahan məntəqəsinə də tez gedin. Tez gedin ona görə ki, çünki tez gedəndə həm stressiniz azalır, həm özünüzü rahat hiss eləyirsiniz. Bax belə. Və imtahan vərəqəsini açanda da həyəcanlanmayın. Yəni belə yavaşca açın, sualları gözdən keçirin, hələ yazmayın. Gözdən keçirdin. Yavaş-yavaş. Gözdən keçirdiniz, başlayın ən yaxşı bildiyiniz fənni. Ən yaxşı bildiyiniz fənni açırsınız. Suallar rahat-rahat, arxayın yazırsınız. Görürsünüz ki, suallar axıcı formatda gedir. Özünüzə inamınız artacaq. Fikirləşəcəksiniz ki, aha, mən nəsə bilirmişəm, mən bacaracam, mən yüksək yığacam. Bax belə. Burada çox uzun-uzadı danışmaq istəmirəm. Bunun üçün ayrıca bir video, motivasiya videosu çəkəcəm sizə. Onu da izləməyi unutmayın. Çünki inanıram ki, bu verdiyim məlumatlar sizə az da olsa kömək olacaq. Heç olmasa özünüzü rahatlada biləcəksiniz. Gəlin 13-cü sualımızla ilə tanış olaq. Bizə adjektivi soruşur. Adjektiv nədir? Sifət. Gördüyünüz kimi burada sözünü var. Sözünü varsa mən avtomatik bilirəm ki, bu nədir? Üstünlüyündür. Hot adi dərəcədədir. Hotter nədir? Müqayisədədir. Bəs bunun z'si hanı? Atdım. Hottest. Bəs bunun z'si hanı? Cavabımız Y variantıdır dostlar. Daha sonra 14-cü sualımıza ilə tanış olaq. 14-cü sual tamamilə tərcümə əsaslanır. Belə ki, suitable word, uyğun gələn ən mənalı söz götürəcək. Belə ki, you need to, sənin ehtiyacın var before making a decision. Düşündükdən sonra qərar qəbul etməyə. Bu tamamilə tərcümədir. Forget unutmaq, ignore cahillik anlamına gəlir. Burada feil məzmunundadır. Stop dayandırmaq, reject də etiraz etmək. Reject, object, sinonimdir object. Aha. Gəlin keçək 15-ci suala. 15-ci sualda the opposite meaning. Bizim indiyə qədər işlədiyimiz sınaqlar var idi ki, orada antonim verirdi, sinonim verirdi. İndi də onu dəyişib başqa bir formatda sinonimi ilə əvəz edərək the opposite meaning yazır ki, uşağı çaşdırsın. Ancaq siz də nə edirsiniz? Onun acıla çaşmırsınız. Çünki siz bilməlisiniz ki, the opposite meaning əks mənalı sözlər, yəni elə antonim anlamına gəlir. Yəni
Boring'in antonimini tapmalıyıq. Boring can sıxıcı, interesting maraqlı. Cavabımız olur D variantı. Bu qədər sadə. Gəlin 16-cı sualın izahı ilə tanış olaq. Bu da tərcüməyə əsaslanır. Shout, to cry, qışqırmaq. Cry, shout'un sinonimidir. Drop, damcı isim mənasında və yaxud da damcılamaq feil məzmununda. To varsa damcılamaq. To jump da hoppanmaq. Hop, spring, bu kimi sinonimləri var. Gəlin baxaq. To let something fall. Fall, neyləmək? Düşür. Nəsə düşür. Nəsə düşürsə, bu olacaq damcı. 2-yə getdi. Daha sonra to push yourself up into the air. Kimsə itələyir. Push, itələmək. İtələmək yəni, itələmək deyəndə to push yourself up into the air. Havaya qalxmaq. Özünü çəkim qüvvəsini, yer çəkimi ilə desəm, havaya qaldırmaq, yəni jump, tullanmaq. C-də də to talk in a loud voice, yüksək səslə danışmaq. Shout, qışqırmaq. Gəlin, indi variantlarımızı uyğunlaşdıraq. C, A, B. C, A, B. Cavab oldu B variantı. Növbəti sualımızın izahı ilə gəlin tanış olaq. Close the words. Close in meaning. Okay. Close in meaning sinonimin qardaşıdır. Yəni close meaning desə, siz bilin ki, mən sizdən sinonimi soruşur. Daha sonra antonim desə və yaxud da opposite meaning desə, siz bilin ki, sizdən antonimi tələb edir. This action sözünün deməli antonimini deyir də sinonimini tapmalıyıq. Sinonimin tapanda da debat sözünü götürürük. Çünki müzakirə deməkdir və conversation söhbət sözünü götürürük. Çünki discussion sözünün mənası müzakirə anlamına gəlir. Deməli dostlar, videomuzun sonuna yaxınlaşdıq. Sağ olun. Növbəti videolarımızda görüşənədək.